8-ci mərhələ fiki bəhslərdə dərin düşüncə və dəqiq analiz dövrəsi. Fiki məsələlərdə dəqiq düşüncə və dərin araşdırma bir dövr oldu. Bu da başlayır mərhum Şeyx Ənsari kimi adını seçmişdi. 1797-1864-cü ildə yaşayan mərhum Şeyx Ənsarinin dövründən başladı ta mərhum Axund Xorasanın dövrünə qədər 1839-1911-ci ildə bu adam yaşayıb Xorasani. Bu dövrə, bu zaman şahid oldu fikhin dərin və çox sürətli inkişafına, mühüm inkişafına bu dövr şahid olur ki, fikir nə qədər inkişaf edib, nə qədər şey ortaya qoyurlar. Və dəlillər, istidlallar ki var, yəni dəlil gətirməliyik. Dəlillərin özləri araşdırma baxımından. Yəni söz deyir, sübut edir, o öz yerində. Bunlar nəyə məşğuldurlar? Sübutlar araşdırırlar ki, bəli, mən qələmlə lampa məsələsi. Bunu ortaya qoyduğu sübutdur. Bu dövrənin, bu zamandır alimləri xüsusi diqqətli alimlər idilər, xüsusi dərəcələr var idi. Bu məktəbin, bu yolun, bu üsulun başladanı, banisi olub Şeyx Ənsari bu dövrdə. Əvvəlki dövrdə Bəhbəhani idi. Bundan sonra Şeyx Ənsarinin dövründən, mərhumun dövründən sonra başladı. Bunun da böyük zəhmət oldu. Fikir məsələlərin özündə də Şeyx Ənsarinin özünün xüsusi rolu var idi. Yeni bir ruh verdi bu məktəbə. Yəni Bəhbəhaninin özündə üslubu var idi, Ənsarində. Başı onun dövründən ta bunun dövrünə qədər hər bir xüsusi işləri var idi. Bu da bir ortaya metodları qoydu, bu da həmçinin. Yeni bir ruh verdi, yeni bir nəfəs verdi bu fikir elminə. Və təhqiqatlar məktəbinin oldu Kavanbaşı. Təhqiqat araşdırma bölməsində oldu nə? Sanki bu adam Kavanbaşıdır. Kavanbaşı deyirlər, o Kavan başçı rəhbərinə. Bu da sanki o təhqiqat bölməsinin başçısıdır. Məsələn, onun kitabı var Məqasid. Bugünə kimi kitab istifadə olunur. Bu adam dünyasını dəyişib 1864-cü ildə dəyişib dünyasını 2025-ci ildir. Bugünə kimi bu Şeyx Mürtəza Ənsarinin kitabı oxunur. Məqasid kitabı. Ana danışır kəsiblər, ana danışır edər, alverən danışır. O vaxt yazıb, indi kimi ona istifadə olunur. İndi bu adam elmlə həddi olub. Bunun kitabı ondan düşmür moddan. Sonra, bu hərəkət və fikri bir hərəkət, davranış Şeyx Ənsarinin düşüncəsi gəlmişdi və çox böyük inkişaf elədi. Və bu yolda böyük alimlər, məsələn, Mirza Şirazi Bozorg, Mirza Muhammed Təqi Şirazi, sonra Şeyx Şəriə İsfahani və digər alimlər bu yolda da böyük zəhmətlər çəkdilər. Bu da 8-ci fikri mərhələ. Fikrin 9-cu mərhələsi fikri bəhslərin təlxis dövrü. Təlxis yəni ki, xülasə dövrü. Fikri bəhslərin xülasələnmə dövrü. Artıq bir yerə yığırlar. Bu dövr başlayır mərhum Axund Xorasani 1839-cu il, 1911-ci ildə yaşayıb. Onun dövründən başlayıb ta, bu mərhumun dövründən başlayıb ta mərhum İmam Xümeynin dövrünə qədər davam edib. 1902-1989-cu illərdə yaşayıb bu İmam Xümeyni. Onun dövründən bunun dövrünə qədər yeni bir bəhs, mövzu ortaya qoydular fikri məsələlərdə. Deməli, yeni bir bəhsi ortaya qoydular. Hər biri öz növbəsində yeni çox əhəmiyyətə malik idi. Yeni stil, yeni üslub yarandı, yeni forma yaratdı. Fikri kitabları təlxis elədilər. Fikri kitabları xülasə kimi yığdılar, bölmələndilər. Məsələn, ibadət bölməsi. İbadət nədir? Namaz, oruz. Sən burada, məsələn, boşanma burada yoxdur. Oxumuş əvvəlcə, yad gəlir. Yazınca əvvəl oxumuşduq. Məsələn, vardı iqaat, vardı məsələn, hökmlər, nə. Bəzi buna aiddir, bəzi buna aiddir. Demişdi ki, ibadətdə niyyət var. O burada niyyət yoxdur. Beləcə böldülər. Yəni, daha sonra sıxımləşdirdilər
və mühüm məsələləri oradan çıxartdılar və özlərinə məxsus təhqiqatla, öz maraqlı bəhslərlə, təhqiqatla nə edilər, onu rahatı düzdülər. Və həmçinin bu zamanda çoxu kitaba yazdılar bu mövzu barəsində. Məsələn, o dövrün alimlərindən Axund Molla Məhəmməd Kazım Xorasani Kifayətül Usul kitabı var, kifayət edirlər, Kifayətül Usul. Bu da ki, yəni usula bu kifayətliyir. Oxumuşuq ha, usul elmindən. Biraz inşallah oxuyacağıq, indidən deyim, ilin sonunda. Biraz daha dərin məlumatınız olsun. O kitab yazmışdı, mərhum Şeyx Kazım, Məhəmməd Kazım Xorasani Kifayətül Usul. Yəni mənə yazılan bu kitab, usul kitabı usula kifayətliyir. Onlar deyir, fikri bəhslərin təhqiqatında çox mətin idilər və öz o da ibarət, yəni ifadələrini, öz yazdığı sözlərini qısa, amma geniş. Yazırlar qısa, amma çox mənalı formada qeyd edirlər. O da asan bir şey deyil ha. İnsan 5 cümlə yazır, nərilə ona bir 2 sətir izaha ehtiyacı var. Yazıb 5 sətir. Ona məsələn üçün 2 vərəq ona ehtiyacı var ki, izah eləyəsən. Məsələn üçün məsələn Ər-Rəhmanir-Rəhim deyə sətir nə deməkdir bu? Gedir düz izahlar. Yazdılar bunlar qısalaşdırdılar. Qısa cümlənin içərisində böyük mənalar. Bu böyük savad tələb edirlər. Görmüsünüz? Elə alimlər var ki, elə var ustadlar ki, mən görmüşəm. 5-6 cümlə yazır. Onca böyük dərya var. Hər cümləsi yox, hər sözü bir elmdir olur. Nə demək istəyir burada? O yazmaq, bir yere yığmalı asan şeydir. Və adam var ki, onu oxur, anlayır, o anlayanla böyük bir şəxsdir. O hamə qismət olmur. Dəlillərlə ortaya qoydular, inkişaf edirlər. Sanki bir möcüzə bizləri də elə bir şey ortaya çıxartdılar ki, bu adamlar cəmləşdirirlər, amma böyük mənalı edirlər. Məsələn, kitab yazdılar, kitab tanınamamışdı daha doğrusu. Əl-Mu'atun Nəyyiratu fi şərhə təkmilətil təfsirat. Ki, bəzi Çinli yaxşı oxamıram. Elə kitab yazdılar, kitab qaldı yarımçıq və o yazdığı kitab bir növ məqasid kitabına haşiyə idi, yəni ki, izah ünvanında. Sonra o dövrün alimlərdən vardı, Seyyid Məhəmməd Kazım Gəzdi. Kitab var, fiqh kitabdır. Urvətül Vüsqa, yəni Əcdaha kitabdır, onun müəllifi budur. Sonra Ağaziyaddin Əraqi, Şeyh Məhəmməd Hüseyn İsfahani, Hacı Şeyh Əbdülkərim Hairi. Bu Hairi indi Qumda hovuzə var. Qumdakı hovuzə hamısı banisi bu olub. O açıb. Qumda dini mərkəzlərin bu açıb. Mərhum Şeyh Hacı Əbdülkərim Hairi. Allah hamısı ruhunu şad eləsin. Yəni. Və Ayətullah Qurucurdi. O da böyük alim olub. Və Seyyid Möhsin Həkim. Bu da 9-cu mərhələ.